Salam kanalımın değerli izləyiciləri, hər vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda. Bugün mən sizlərlə yaz aylarının sevimli yeməyi olan badımcan, biber, pomidor dolması hazırlayacağım. İlk öncə işə ət çəkməklə başlayırıq. Mən yağlı dana əti götürmüşəm. Yağlı dana ətindən istifadə edəcəm. Siz istəyə görə quzu ətindən də istifadə edə bilərsiniz. Bu yeməyin ən asan formasını mən hazırlayacağım. Mən hazırladığım forma ən asan forması deyərdim. İlk öncə əti maşından keçirdirik. İstəyə görə içərisinə quyruq da əlavə edə bilərsiniz. Mən quyruq əlavə etmədim. Qazanın içərisinə əlavə edib qoyuram. Qazın aşağı atəşində bişməyə. Bu arada 3 ədəd soğan soymuşam. Böyük soğan. Onları orta formada doğrayıram. Yəni çox kiçik olmağına ehtiyac yoxdur. Onsuz da soğanları ətin içərisinə əlavə edib bişirdiyimiz zaman soğanlar ətin içərisində əriyəcək. Qazın üzərinə ayrı bir qazanda su qoymuşam. İçərisinə duz əlavə edirəm. Öncədən saplarını təmizlədiyim, yuduğum və ortasından çəkdiyim badımcanları duzlu suyun içərisinə əlavə edirəm. 1-2 dəqiqə duzlu suyun içərisində qaynadıram, tez suyun süzürəm. 1-2 dəqiqə qaynatmaq lazımdır ki, badımcanlar çox əriməsin. Ət də artıq suyun verib qarışdırıram tez-tez ki, ətlər topa şəklində qalmasın. Ət biraz suyun verib bişdikdən sonra içərisinə soğanları əlavə edəcəm. Artıq görürsünüz, badımcanlar demək olar ki, rəngin dəyişib, rəngin dəyişən kimi götürüb suyun boşaltmaq lazımdır. Artıq ətin suyu çəkilib, üzərinə soğanları əlavə edirəm. Görürsünüz, soğanlar çox kiçik formada olmasa da pişdiyi zaman soğanlar əriyir. Üzərinə də duz əlavə edirəm, zövqə görə istiyot əlavə edirəm. Siz əlavə etməyə bilərsiniz və yağ əlavə edirəm. Bu yemək yağı çox sevir. Nə qədər yağı əlavə etsəniz, bir o qədər yemək dadlı alınacaq. Keçirəm biberləri təmizləməyə. Biberləri gördüyünüz formada başlarını kəsirəm, içərisinin toxumlarını təmizləyirəm. Təmizlədiyimiz tərəvəzlərin içərisinə mütləq duz vurmaq lazımdır. Mən ətə kifayət qədər duz vurduğumdan bu dəfə tərəvəzlərə duz vurmadım. Eyni formada yuduğum pomidorları da uç hissədən gördüyünüz formada kəsirəm. Niyə görə uç hissədən kəsirəm? Saplaq hissəsi daha bərk olduğu üçün uç hissədən kəsirəm. Qaşıq vasitəsilə için oyuram. Oyduğum içliyi atmıram. Ya bişirdiyimiz ətin içərisinə əlavə edib ətlə birlikdə qovurmalıyıq, ya da ki, elə biberləri, pomidorları qazana düzdüyümüz zaman üzərindən töküb o formada bişirməliyik. Suyun süzdüyüm badımcanları da gördüyünüz formada sıxıram. İçərisinin tumlarını, acı suyunu çıxarıram. Qaşıq vasitəsilə bacardığım qədər təmizləyirəm. Onu qeyd edim ki, qaşıq vasitəsilə təmiz için oymayın. Yəni, badımcanın ətini saxlamaq lazımdır. Əsas odur ki, acılığı çıxsın, tumları çıxsın. Mən göyərtilərdən reyhan, şüyüd və kişnişdən istifadə etdim. Zövqə görə yalnız reyhandan da istifadə edə bilərsiniz. Mənim düşüncəmdə şüyüd bu yeməyə özünə məxsus dad verir. Ona görə də mütləq şüyüd də əlavə edirəm. Artıq ət qovrulub, qovrulmuş ətin içərisinə doğradığım göyərtiləri əlavə edirəm, yaxşıca qarışdırıram. Biraz ətin soyumağını gözləyirəm və keçirəm tərəvəzlərin doldurulmasına. Mən ilk öncə badımcandan başladım. İçini bastıra-bastıra doldurmayın. Yetdiyi qədər, yəni apardığı qədər içliyi əlavə edirik tərəvəzlərin içərisinə və yığırıq qazanın içinə. Mən böyük qazanda, yəni hamısını bir qazanda hazırladım. Badımcan biber dolmasını xeyli bişirdim. Siz az da hazırlaya bilərsiniz. Bu zaman ərzaqların miqdarı mütləq azaldın. Xanımlarımız yazacaq ki, biberləri qızartmadınız. Xanımlar, biberləri qızartmağa ehtiyac yoxdur. Yumuşaq biberləri seçirsiniz. Burada gördüyünüz kimi içləri doldurursunuz və yerləşdirirsiniz qazanın içərisinə. Nə badımcanı, nə də ki, biberi qızartmağa ehtiyac qalmır. Bu ən asan formasıdır. Əlbəttə, istəyə görə, zövqə görə digər formada da, yəni qızardaraq da hazırlaya bilərsiniz. Son olaraq da tərəvəzləri qazanın içərisinə yığdım. Üzərindən də istəyə görə, zövqə görə mənim kimi lobiyalar əlavə edə bilərsiniz. Bunu bəzək üçün istifadə etdim mən. Çox da gözəl görüntü verir bu yeməyə. Üzərindən də pomidorların içərisindən çıxartdığım içliyi atmadım, üzərindən əlavə etdim və azıcık da su əlavə edirəm, qoyuram qazın orta ateşində 10 dəqiqə qaynasın. 10 dəqiqə qaynadıktan sonra
Qazın xodunu aşağı salıram. Aşağı xodda bu tərəvəz yeməyini bişirirəm. Çox dadlı, ləzzətli, asan formada alınır. Sonda görünüşü belə oldu. Çox dadlı, çox ləzzətli. Badımcan biber dolması alındı. Mütləq siz də bu üsulu yoxlayın. Əminəm ki, bəyənəcəksiniz.